ChatGPT əslində bəzilərinin düşündüyü kimi ancaq proqramçıların və yaxud da marketoloqların istifadə etdiyi bir şey deyil. Əslində onu adi insanlar da biz gündəlik həyatımıza tətbiq edə bilərik və köməkçi kimi istifadə edə bilərik. Məsələn, bir nümunə deyəcəm ki, tutalım hər hansı bir bölgəmizə səfər planlaşdırırsan, gedəcəksən 3 gün qalacaqsan orada. Nə vaxt gedəcəyini, hara gedəcəyini deyirsən ChatGPT-yə və o özü sənə səyahət planı hazırlayır. Harada qalacaqsan, görməli yerlər, nələr yeyə bilərsən, otellərin qiymətləri nə qədər, sənə tam səliqəli marşrut planı hazırlaya bilir. Başqa bir nümunə, tutaq ki, mətbəxdə hər hansı bir yemək hazırlamaq istəyirsən, amma bilmirsən nə bişirəsən də, əldə mövcud olan deyək ki, qidaları, ərzaqları qeyd edirsən. Bizə məndə bunlar var. Özü həmin ərzaqlardan nəyi hazırlaya bilərsən onu tapır və reseptini də yazır sənə dəqiq formada, belə işimizə yaraya bilər. Və yaxud işlər. Bax məsələn bu da maraqlıdır ki, deyək işdə rəsmi bir mail yazmaq lazımdır, rəsmi məktub yazmaq lazımdır, amma necə başlayım, hardan başlayım bilmirsən də. Başlıqları qeyd edirsən, əsas mövzu nədən ibarətdir onu qeyd edirsən və sənə ChatGPT ədəbi dildə səliqəli formada yazılmış mailin mətnini hazırlayan. Göründüyü kimi bu əslində texniki bir alət deyil, gündəlik işlərdə bizə bir nömrəli köməkçi ola biləcək bir süni intellektdir.